Bakıda və Abşeron yarımadasında, eləcə də ölkəmizin əksər bölgələrində qar yağır. Bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır. Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 11 olan məlumatına əsasən, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyır. Yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə, Zaqatalada 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaşda, Qaxda və Kişçayda, Şəkidə 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 86, aylıq normanın 90%, Astarada 69, aylıq normanın 70%, Cəllabadda 49, aylıq normanın 77%, Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda isə 1 mm-dir. Bir sıra ərazilərdə şimal küləyi əsir. Küləyin maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyədək güclənir. Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qırızda duman müşahidə olunur. Görünüş məsafəsi 200 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvanda 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.